Salam hörmətli şagirdlər, biz bu günlərin 9-cu siniflər üçün növbəti sınavın izahına baxırıq. İlk öncə birinci suala baxaq. Birinci sualda bizə nə verir? Modulda 3x-6 üstəgəlinə modulda y-5 bərabərdir nəyə? 0-a. Bizdən nə istəyir? X plus y cəmini istəyir. Düzdür. Bax, iki modulun cəmi 0-a o vaxtı bərabər olar ki, hər iki modulun özü 0 olsun. Onda 3x-6 bərabərdir nəyə? 0-a. 3x bərabərdir 6-ya. X də bərabər olur neçə? 2-yə. y-5 bərabərdir 0-a. Y də bərabərdir nəyə? 5-ə. Və sonra x, y tapdıq. İndi bunların cəmini tapıram. O da olur 2 üstəgəl 5. Bu da bizə nəyi verir? 7-ni. Bu da olur hansı bənd? A bəndi olur. Keçdik ikinci suala. İkinci sualda bizə nə deyir? Deyir ki, A cüt B tək natural ədəd olarsa aşağıdakılardan hansının qiyməti cütdür? A cütdürsə A-ya özümdən 2 verirəm. B təkdirsə B-yə də özümdən 1 verirəm. Deyir aşağıdakılardan hansının qiyməti cütdür? O da bilirsən hansı olacaq? D bəndi olacaq. Nətər? Gəl baxaq. Orada 2B üstəgəl A-nın kvadratı verib də. Bax 2-ni vururam. B-miz nədir? 1-dir. Üstünə də 2 gəlirəm kvadratı. Bu deyir 4-ün kvadratı neçədir? 16-da. Görsün cüt ədəd alındı. Bunda olur hansı bənd? D bəndi. O birisilərdə alınmayacaq. Aparıb yoxlaya bilərsən. Üçüncüdə bizə nə verib? Veribdir ki 3A kvadratı üstəgəl 5x kubu B üstəgələk 7xy üstəgələk nə? 4-ün kubu. Bu ifadəni deyir sərbəst həddi ilə dərəcəsinin hasilini tapın. Bax, sərbəst həddi burada nə olacaq? Sərbəst hədd burada 4-dür. Burada da kubuddur. 4-ün kubu neçədir? 64 vuraq. Bizə nə istəyir? Dərəcəsinin hasilini istəyir də. Dərəcəsi ilə hasilini. Burada nə olur? Baxaq görək dərəcəsi. Sərbəst həddi ilə dərəcəsinin hasilini istəyir. Burada A kvadratı 4 Bax, burada nə olacaq? Bax, burada A-nın üstündə neçədir? 2-dir. Bu 2-dir. Burada 3-dən 1-in cəmi neçədir? 4. Burada 1, 1, heç nəxsə 2 deməkdə. Üstləri 1, 1, 2 edir. İndi burada da çox əldə də dərəcəni ən çox olan götürürük də. Ən çox neçədir? 4-dür. 4-ün üstündə də nədir burada? 3-dür. 4 dəfə 3-üm neçədir? 12. 64 da vururum 12-yə. O deyir 768 edir. O da olur hansı bənd? E bəndi olur. Keçdik 4-cü suala. 4-cü sualda bizə nə deyir? Düzbucaqlı deyir ABC üçbucağında bir dənə düzbucaqlı bura A, bura B, burada C qeyd edək. B bucağı da deyir 90 dərəcədir. AB deyir 8-dir. Buradan bir BH var, hündürlükdür. Bax, bu BH-ımız deyir neçədir? 4-dür. Bizdən BC-nin uzunluğunu istəyir, X-i istəyir. Düzdür. Burada necə eləyərik? Bax, bura 8, bura 4-dür. Sonda bura nə olur? 4 kök altda 3. Bax, bu bir düzbucaqlı üçbucaqda. Düzbucaqlı üçbucaqda Pifaqor əsasın. Bax, bunu yazıram. İndi bura 4 kök altda 3-də. Düzdür. Buranı bilmirəm. M olsun. Belə bir düstur var idi. H kvadrat bərabər idi. M vuraq N-ə. İndi H-ımız 4-də kvadrat edir. 16 bərabərdir. 4 kök altda 3 vuraq M-ə. Buradan M də bərabər olur. 4 bölək kök altda 3. Elə bir ki, bax, bunu buna böldüm. Oradan 4-lər ixtisar getdi. Bu qaldı. O da elə bir ki, irəsatdan zad edəndə 4 kök altda 3 bölək 3 eləyir. Burada da indi bax bir dənə düzbucaq. Bu tərəfə də perpendikulərdir. Bir dənə də bax belə bir düzbucaqlı üçbucaq yarandı. Burada nədir? 4 kök altda 3 bölək 3-dür. Düzdür. Biz indi burada nədən istifadə edəcəyik? Pifaqordan x kvadrat bərabər olur. Deməli nəyə? 4-ün kvadratı 16 üstəgəl bunun da kvadratı edir. 9-da 48. 48 edir. Buradan da x kvadrat bərabərdir. 9-da 144-ün buna məxrəci 1 kimi baxıram. Çarpaz vururum da. 144 üstünə də 48 gələndə edir 192. Bu da x kvadratda bərabərdir 3-də. Deməli 192-də 64 vuraq 3-də. O da edir 8 kök. X kvadrat yox, daha doğrusu x-in özü bərabərdir kök anlamında hər tərəfdən. X bərabərdir 8 kök altda 3 bölək 3 olur. O da olur hansı bənd? B bəndi olur. Bu da belə. Keçdik indi 5-ciyə. 5-də görə bizə nə deyir? 5-də deyir ki, 3 düz xətt bir-biri ilə cüt-cüt kəsişərsə alınan şüaların sayı nə qədər olur? Bax, 3 dənə düz xətt bir-biri ilə cüt-cüt kəsişdi. Cüt-cüt nə deməkdir? Yəni, bax, fikir versən, bax, bu burada da, bu düz xətt iki yerdə kəsişib də, yəni cüt-cüt.
Bax bu da görsən həm burada kəsişib. Bax bunun özü də. İndi burada alınan şüaların sayı. Gəl baxaq. Gəl baxaq hansı şüalarımız var. Bax biri bax budur. Biri budur. Biri budur, biri də budur. Bir nöqtədən neçə dənə şüa çıxır? 4 dənə. Düzdür? Onda burada da neçə nöqtədir? 3 nöqtədir. Onda 4 dəfə 3 neçə eləyəcək? 12. Deməli onda 12 dənə şüa yaranır. Bu da olur hansı bənd? A bəndi olur. Keçdik 6-cıya. 6-cıda bizə nə verir? Bu sürətdə 2 tam dövrdə 4, 2 tam 9-da 4 kimi yazıram. Çıxaq neçə? 2 tam 90-da 4 kimi yazıram. Burada da nə olur? 1 tam 9'da 3 çıxaq 1 tam 90'da 3. Bu nə olur? Bu 2 tamdan 2 tam çıxandan sonra deməli 0 tam qalır. 99'da 4'dən də 90'da 4'ə çıxanda qalır neçə? 90'da 36. Burada da qalır 90'da 27. Buradan da 90'lar gedir, qalır burada 3'də 4. 3'də 4 qalır da, 3'də 4. Düzdürmü? 3'də 4. Hə, 3'də 4 qalır. 27 ilə də 36 9 ixtisar gedir. Mən birbaşa yazıram. Burada 4 qalır, 9 ixtisar gedir. Burada da 3. Bunu bilirsən nə demək? 4'ü 3'ə böləndə 1 tam dövrdə 3 düşəcəkdir. O da olur hansı bənd? A bəndi olur. Keçdik 7-ci suala. 7-də bizə nə deyir? Deyir bərabər yanlış bucağın yan tərəfi 14. Bax bir dənə bərabər yanlış bucaqdan söhbət gedir də. Gəl biz bir dənə bərabər yanlış bucaq çəkək. Bax bu yan tərəfi 14'dür və oturacağı çəkilmiş median da neçədir deyir? 10'dur. Biz bilirik ki bu median həm də hündürlüyü olur, həm də tən bölən. Aha. Üçbucağın yan tərəfindən çəkilmiş deyir hündürlüyü neçə santimetrdir? Bax bu yan tərəfə bir dənə hündürlük çəkir, bizdən bunu istəyir. Necə edək? Bax. Bura x-dir. Bu x-i tapaq əvvəlcə biz. Necə edək bunu? Deməli belə fikirləşək də, hə, bax burada bir düzbucaqlı üçbucaq yaranır. Gəl onu göstərim. Bax bu. Bax bu. Düzbucaqlı üçbucağımız budur. Düzdür? Hə. Burada Pifagorla getsəm x kvadrat üstə gəl 10'un kvadratı bərabərdir nəyə? 14'ün kvadratına. X kvadratı bərabər olacaq 96'ya. Bu 196 idi, bu da 100 çıxanda 96 qalır. X də bərabərdir 96 da 16 vuraq 6'da o deyir 4 kök altı 6. Bura deməli neçədir? 4 kök altı 6'dır. Düzdür, onda burada 4 kök altı 6'dır. Çünki axı bu həm də təpədən çəkilən düz xət axı bərabər yanlış bucaqda median idi, yarı bölün. Onda bura ümumilikdə 8 kök altı 6'dır. Bizdən də bax bu hündürlüyü istəyir. Düzdür. Necə eləyək indi buradan? Belə eləyək. Buradan necə gedə bilərik? Baxaq görək. Bura 14'dürsə, burada 14'dür. Düzdürmü? 14'dür. Deməli, buradan necə gedə bilərik? Deyir ki, üçbucağın yan tərəfinə çəkilmiş hündürlüyü tapın. 8 kök altı 6. Bunun belə eləyək. Sahə düsturundan gedək. Bax bu üçbucaqda bu tərəfin uzunluğu nədir? 8 kök altı 6. Buna çəkilən hündürlük neçədir? 10. İndi sahəsini tapsam 2'də 1'i vuracam nəyə? 10'a vuracam nəyə? 8 kök altı 6'ya. Bəs bu biri tərəf neçədir? 14'dür. Buna çəkilən hündürlüyü də bilmirəm. Olsun y. İndi yenə sahə tapsam, indi 14'ü y-ə vuracam. Da olacaq nə? 2'də 1 vuraq y vuraq neçə? 14. İndi bu eyni üçbucağın sahəsini tapırıq da biz. Onda deməli burada aldığım cavabla burada aldığım cavab bir-birinə nə olmalıdır? Bərabər. Onda elə bunlar bir-birlərinə bərabərləşdirərəm. 2'də 1 vuraq 10 vuraq 8 kök altı 6. Bərabərdir nəyə? 2'də 1 vuraq y vuraq neçə? 14. Buradan 2'də 1'lər getdi. Sonra buradan 14 ilə 12 ixtisar gedir. Burada 5, burada da 7 qalır. 7 y bərabər olur neçəyə? 40 kök altı 6'ya. Düzdür. Buradan da y də bərabər olacaq nəyə? 40 kök altı 6 bölək neçəyə? Y deyirəm 7'yə. Və sonra bizdən o hündürlüyü istəyirdi. O da bu cür tapılır. O da olur A bənd. Bunu başqa cür də tapmaq olar bəlkə də. İndi mənim ağlıma bu gəldi. Sən istəsən başqa yollarda yoxlaya bilərsən.
Nə verib bizə? 215 bölək nə? 208 çıxaq nə verib? 206 bölək 204. Bax, biz bilirik ki, böləndə üstlər nə olur? Çıxılır. 215-i 208-ə böləndə 207 edir. Çıxaq, burada da qalır 202. Bu 202-ni ortaq vurub çıxarsan, burada qalır 205. Çıxaq 1. O deyilir nə? 4 vuraq, 205-im 32-dir. 1 çıxanda 31. 4-ü də 31-ə vuranda neçə edir? 124 olur. Bu da olur. Hansı bənd? A bənd. Keçdik 9-a. 9-a bizə nə deyir? Deyir ki, bizə bir açıqlığı verir və elementləri də nədir? M, N, K, F, C'dir. Düzdür. Bizə deyir ki, bu çoxluğun açıqlıqlarının neçəsində M və F elementləri vardır. Belə edək. Ümumi açıqlıqların sayını tapaq və orada M, F-in olmamağını tapaq. Sonra da çıxaq. Ümumi açıqlıqların sayını nətər taparıq? Açıqlıqların sayını 200-lə tapırıq da, düzdür. Onda burada 5 dənə element var deyən 205-imiz neçə edir? 32. Düzdür. 32 dənə bunun açıqlığı var. Düzdürmü? Burada da deyir ki, çoxluqların neçəsində M və F elementləri vardır. M və F-in olmaması taparam, M və F olmayan açıqlıqların sayını taparam. Ümumi 32-dən də onu çıxaram. M və F-in olmadığı açıqlıqların sayını tapmaqdan ötürü M və F-i sirirəm, orada qalır 3. O da 203-ün neçə edir? 8. Düzdür? 8 edir. Burada da nə edərik? Baxaq görək. M və F elementləri çoxluqların neçəsində M və F elementləri vardır deyir. 32-dən də 8-ə çıxsaq, bu yaxda axı burada. 5 dənə elementdir. 205 dənə alt çoxluğu var. Bunu bizə dəqiqə. Bunu düsturla nəsə fikirləşdim, alınmadı. Bunun ancaq yolu nədir? Bunun ancaq yolu nədir? Burada necə eləyib? Düsturla nəsə alınmadı. Gəl baxaq burada necə eləyib. Bax, bizə bir A çoxluğu verir. Düzdür. Elementləri də nədir? Elementləri də M, N, K, F, C'dir. Düzdür. Bunu deyir, alt çoxluqların neçəsində M, F elementləri var. Bunu özümcə bir alt çoxluqlarını özümcə düzəldirəm. Bax, M, F olan. Biri elə M, F-in özüdür. Biri olacaq M, F, N olacaq. Düzdür. Biri olur nə? M, F, deməli K olur. Biri də olur nə? Biri də olur M, deməli F, G. Sonra biri olacaq nə? M, F, N, K olacaq. Sonra biri olur hansı? Biri olur M, F, N, C. Düzdür. Sonra biri hansı olacaq? Biri olacaq M, F, K, C. Düzdür. Biri də olur hansı? M, F, N, K, C. Bax, budur. Bax, bu MF olan açıqlıqlar bax bunlardır. Burada da neçə dənə olur? 8 dənə olur. O da olur hansı bənd? A bənd. Nəsə düsturlarla fikirləşdim, alınmadı. Burada ancaq yolu bax budur. Başqa da yolu oları düsturlarla nəsə tapa bilmədim. X üstü 5 vuraq, Y üstü 5 kiçik 0. Sonra bizə nə verir? Y üstü 3 vuraq nə? Z üstü 50 kiçik nə? 0. Bir də bizə nə verir? X üstü 3 vuraq Z kiçik 0. Deyir X, Y, Z-in işarəsini təyin edə. Birinci cüt olana baxaq, üstü cüt olan. Bu həmişə nə olur? Müsbət olur. Çünki Z-dən özə mənfi də olsa, müsbət də olsa, cüt dərəcədən qüvvəti müsbətdir. İndi müsbəti nəyə vuranda bax mənfi edir, mənfi. Onda Y deməli mənfiymiş. Y mənfidirsə, onda burada tək dərəcədən qüvvət də mənfidir. Onda bu deməli müsbətdir ki, deməli mənfi müsbətə vuranda mənfi edir də. Bu müsbətdirsə, onda deməli bu mənfidir ki, Z mənfidir ki, müsbəti mənfiyə vuranda mənfi eləsin. O da birinci müsbət, sonra mənfi.
mənfi, bu da olur C bəndi. Keçdik 11-ə. 11-də nə deyir? Uyğun tərəfləri perpendikulyar olan bucaqlar 2-yə 7 nisbətində bölünüb, kiçik bucağın 8-də 5-ini tap. Uyğun tərəfləri perpendikulyar olan bucaqlar ya eyni adlı olur, ya müxtəlif adlı. Bunlar da indi fərqli nisbətdədirsə, onda deməli müxtəlif adlıdır. Onda birini 2K, birini 7K götürəcəm və bunların cəmi nəyə bərabər olacaq? 180-ə. Çünki müxtəlif adlılar cəmi nədir? 180-dir. Onda 9K bərabərdir 180-ə. K da olur neçə? 20. İndi onda kiçik bucaqda 2K-mız da olur neçə? 40. Düzdür, bunu da 8-də 5-ini istəyir. 8-də 5-ə vuraram. Bu da bizə nə verir? 25. Bu da olur C bəndi. Keçdik indi 12-yə. 12-də bizə nə verir? A kvadratı B çıxaq nə? AB kvadratı çıxaq A üstəgəl B. Deyir, bunu vuruqlara ayır. Bax, birinci ilə ikincidən AB-ni ortaq vuruq çıxarsam qalır A minus B. Çıxaq bu ikisini də mörtəziyə salsam qalır A minus B. İndi hər ikisindən ortaq vuruq nəyə çıxardaram? A minus B-ni çıxarsam qalır nə orada? AB minus 1. O da olur hansı bənd? E bəndi olur. Bu da belə. Keçdi indi buradan nəyə? 13-ə. Deyir, xaricində çəkilmiş çevirən radiusu böyük yerimiz, yəni 6 olan bərabər tərəfli üçbucağın perimetrini tap. Biz bilirik ki, xaricə çəkilmiş çevirən radiusu bərabər tərəfli üçbucaqda A kök 3 bölü 6 düsturur da, düzdür. Onda gətirib yazıram 6 bərabərdir A kök 3 bölü nəyə? 6-ya. Buradan çarpaz vursam A kök 3 bərabərdir 36-ya. Hər tərəfi kök 3-ə bölsəm A bərabərdir 36 bölü kök 3-ə. Bunda irəsanlıqdan azad edəndə edəcək 12 kök 3. Bizdən də perimetr istəyir, o da 3 saatdə, düzdür. Bu da bizə nəyi verir? Deməli, burada biz nəyisə səhv getmədik. 6, 6 dəfə 6, 30. Burada 3 deyir, burada 3-dür, bircə dəqiqə. Burada A kök 3-dür. Bircə dəqiqə. Deməli, burada nədir? A kök 3 bölü 3-dür, onda edir 18. Bu da 18 bölü kök 3 olur. Bu da edir 18 də kök 3-ə böləndə 6 kök 3 edir. Bunu da indi perimetr 3 saat axı 3 dəfə də 6 kök 3 edir 18 kök 3. Məsələn, bu da olur hansı bənd? C bəndi olur. Keçdik 14-də. 14-də görə bizə nə verir? 14-də veribdir ki, A deməli böyükdür 0-dan, o da böyükdür, o da kiçikdir B-dən, o da kiçikdir C-dən. Və bizə nə verib? Modulda B minus C, üstəgəl modulda A minus B, üstəgəl nə verib? Modulda C plus A. Düzdür, C plus A. Bizə deyir, bax, bu ifadənin qiymətini tapın. Burada necə eləyək? Bax, birinci biz bu moduldan aşmaq üçün modulun içindəkilərin işarəsini təyin eləməliyik. Onu da hardan təyin edib? Bax, bura baxıb. Burada B A-dan böyükdür, C-dən kiçikdirsə, onda kiçik ədəddən böyük ədədə çıxanda mənfi edir. Ona görə bu modulun içi mənfidir. Bunu moduldan açanda yerlərini dəyişdirib açıram. C minus B. Burada A B-dən kiçikdir. A-dan B-ni çıxanda mənfi edir. Ona görə biz bunu açanda yerlərini dəyişdirib B minus A şəklində açırıq. Burada C ilə A-nın cəmi isə müsbət olur. Ona görə elə olduğu kimi də açırıq. Buradan deməli, A-lar getdi, B-lər də getdi. C ilə də C-nin cəmi nə edir? 2C. O da olur hansı bənd? E bəndi. Keçdi indi 15 nömrəliyə. Görə 15-də bizə nə deyir? X plus 7A bərabərdir nəyə? 6A kvadratı üstəgəl 3A üstəgəl 7-yə. Düzdür? Deyir ki, ifadələri eynilik olarsa X çox həllisini tap. Buradan nə edərik? X-i taparıq. Bu 7A-nı keçirdərəm bu tərəfə. Onda olur 6A kvadratı çıxaq 4A üstəgəl 7 olur. Məsələn, bu da olur hansı bənd? C bəndi. Məhsul toplam axtaranda cəmlə məlum toplananı çıxırıq. Keçdi indi buradan nəyə? 16 nömrəli. 16-da bizə nə deyir? Deyir ki, əkub deməli N16 bərabərdir nəyə? 16-ya. Olarsa N-in ala biləcəyim qiymətlərin sayını tap. Mən bilirəm ki, əkub tapanda verilən ədədlərə bölünən ədəd tapıram. Onda 16 deməli N-ə nə olur? Tam bölünür ki, bunların əkubu 16 olub da. Onda N deməli 16-nın bölənləri olmalıdır. Onda neçə olar? 1 olar, 2 olar, sonra 4 olar, 8 olar,
Sonra neçə olur? Bir də 16. Onda burada n-in yerində neçə dənə qiymət olur? 5 dənə. Cavab 5 olur. Keçdik 17 nömrəli suala. 17-də bizə nə deyir? Bax, x, y, z-in nisbəti nəyə bərabərdir? 1 bölək 2 bölək 3-ə. Düzdür. Bizə nə deyir? X kvadrat üstəgəl y kvadrat üstəgəl z kvadrat bərabərdir 56 olarsa, bizdən nə istəyir? Y istəyir. Bax, burada birinci x gəlir, burada birinci nə gəlir? 1. Onda x neçə k-dır? 1k-dır. Y neçə olacaq? 2k. Z də olur neçə? 3k. Gətirib burada yerinə yazanda olur 1k-nın kvadratı. K kvadrat üstəgəl 4k kvadratı üstəgəl 9k kvadrat. Bərabərdir neçə? 56-ya. Bu bizə nəyə verir? Deməli verir 14k kvadrat bərabərdir 56-ya. K kvadrat bərabərdir 4-ə. K da bərabər olur neçə? 2-yə. Bizdən indi nə istəyir? Y. Y-də 2k daxil 2 dəfə 2. Bu deyir neçə? 4. Məsələn. Keçdik 18-ə. Deyir 30% zərərlə 56 manata satılan bir məhsul. 30% zərərlə, yəni 70%lə neçə manata satılıb? 56 manata satılan məhsul. Deyir 40% xeyirlə, yəni 140%-lə neçə manata satılar? Bilmirəm x. Çarpaz vuracaq 70 vuraq x bərabərdir nəyə? 140 vuraq 56-ya. Buradan 140 ilə 70 ixtisar edir. Burada 1, burada 2. X də bərabərdir neçə? 112. Deməli neçə manata satılır? 112 manata. Sonra keçdik 19-a. 19-da bizə deyir ki 3 üstü 2 a kvadratı b kubu c vuraq 4-də 3 kvadratı y kvadratı bir həlləsinin əmsalı ilə dərəcəsinin hansını tap. İlk öncə biz bunu standart şəkilə gətirək. Olur 9a kvadratı b kubu c vuraq. Deməli 8-də 9 8 nə idi? Deməli 16-da 9 deməli y kvadrat. Buradan getmir, ixtisar getmir. Bunun onda necə olur? 16-da olur neçə? 81 a üstü 2 b üstü 3 c y kvadrat. Deyir bunun əmsalı ilə bir həlləsinin hasilini tap. Əmsalı neçədir? 16-da 81-dir. Bəs deməli burada dərəcə neçədir? 2, 3, 5, 1 də bu 6, 2 də bu 8. Məsələn, 8-ə 16 ixtisar getdi, 2, 1. 80-i də 1-ə vurub 2-yə böləndə 40,5. Məsələn, cavab olur neçə? 40,5. Keçdik 20 nömrəli suala. 20-də bizə nə deyir? Deyir, iki düz xətt kəsişir. Alınan qarşılıqlı bucaqların tənbölənləri arasındakı bucağı tap. Bizə bildik ki, qarşılıqlı bucaqların tənbölənləri arasındakı bucaq 180 dərəcədir. Məsələn, keçdik 21-ə. Deyir, verilmiş ədədlərdən neçəsi irrasionaldır? Bax, biri kök adda pi-dir irrasional. Biri 1 bölək kök adda 3-dür. Çünki kök adda 3-dən təqribi cavab çıxır da. Biri də kök adda 17 olacaq. O da olur neçə dənə? 3 dənə. Qalanları rasionaldır. Keçdik 22 nömrəliyə. 22-də biz nə edəcəyik? O məxrəcdə 15 var. Ha, onu 3 vuraq 5 kimi yazıram. Sürətdə də nə? 5. O 35 isə necə yazıram? 5 vuraq 7, sürətdə nə? 5. Üstəgəl 63-ü yazacağım nə? 7 vuraq 9, sürətdə 5. Üstəgəl burada da 9 vuraq 11, sürətdə 5. Belə misallarda nə varsa, bax, birinci kəsirdə birinci vuruq 3-dür, axırıncı kəsirdə axırıncı vuruq 11-dir. 3-ü vurursan 11-ə 33, sürətdə də neçə dənə 5 var? 4 dənə 5. Onun da cəmi 20 edir. Olur 33-də 20. Keçdik 23 nömrəli suala. 23-də bizə nə deyir? Deyir, Elçin bir kitabı gündə A+2 səhifə oxuyaraq neçə günə? A-2 günə. Gündə A-5 səhifə oxuyaraq A+8 günə bitirir. A-5 səhifə oxuyaraq A+8 günə bitirər. Bilər. Verilənlərə əsasən deyir A-nı tap. Burada necə edək? Deməli, çarpaz vuraq bunları. Olur nə? A+2 vuraq nə? A+8. Düzdür, bərabərdir nəyə? A-5 vuraq nə? A-2. Düzdür. Bu eləyir a kvadratı üstəgəl neçə? 8a üstəgəl 2a üstəgəl 16 bərabərdir nəyə? A kvadratı çıxaq 2a çıxaq 5a üstəgəl 10. Buradan a kvadratları getdi. Bu eləyir 10a üstəgəl neçə? 16 bərabərdir nəyə? Mənfi 7a üstəgəl 10-a. Bu da nə olar? Deməli 17-ni keçirsək bu tərəfə, deməli 7-ni keçirsək, o da eləyir 17a bərabərdir. Yox, burada nəsə səhvli elədik.
Deyir A plus 2 səhifə oxuyanda A minus 2 günə, A minus 5 səhifə oxuyanda A plus 8 günə. Burada tərs asıllıq var da. Niyə tərs asıllıq var? Bu çünki çox səhifə oxusa tez bitirər də. Ona görə biz bunları qarşı-qarşıya vuracağıq. Gəl aşağıdan elə yazım. Burada nə olur? Deməli 23-də A plus 2 səhifə oxuyanda A minus 2 günə bitirir. A minus 5 səhifə oxuyanda isə A plus 8 günə bitirir. Burada qarşı-qarşıya vururuq. Nə olur? A plus 2-ni A minus 2-yə vuranda A kvadrat minus 4. Bu da olur nə? A kvadratı üstə gəl 3 saat çıxaq 40 olur. Elə birbaşa yazdım. Buradan A kvadratları getdi. 3A bərabərdir olur 36-ya. A da bərabər olur neçə? 12-yə. Vəssalam. Keçdik 24-də. 24-də gəlirik şəkil üzərində işləyək. Bax, burada bunun qaydası var. Necədir? Bax, bunu çəkeyim. Bax, bu şəkili. Bax, belə çəkdik. Bu Evklit düsturudur. Bu Evklit düsturundan deməli belə bir düsturumuz var. Bura A'dır, bura H'dır, bura B'dir, bura C'dir. O Evklit düsturlarından çıxır. Bax, bu düstur. Həmişə yadında saxla ki, deməli AH bölək BH nəyə bərabərdir? AC-nin kvadratı bölək BC-nin kvadratına. Yəni bunlara uyğun tərəflərin hepsi kvadratlar nisbətinə. O da nəyə bərabər? 5-in kvadratı 25, 6-ın kvadratı olur 36. O da olur 36-da 25. Keçdik 25-ci suala. Bizə nə verir? Bizə belə bir üçbucaq verir. Dördbucaqlı verir daha doğrusu. Və burada da belə bir xəttdir. Burada nədir? X-dir. Bura 12-dir, bura 15-dir, bura 10-dur, burada 7-dir. Bizə deyir X-i tapın. Bax, burada mən bir üçbucaq görürəm. Bax, fikir ver. Burada mən tərəf bərabərsizliyindən istifadə edəcəm. Mən bilirəm ki, X o 12 ilə 15-in fərqindən, yəni 3-dən böyük, cəmindən nə olmalıdır? Kiçik. Həmçinin mən burada başqa bir üçbucaq da görürəm. Bax, bu üçbucaq. Düzdür, o X həm də bax, bu üçbucağın tərəfidir. Onda X bilirəm ki, 10 ilə 7-nin fərqi, yəni 3-dən böyük, neçədən də kiçik olmalıdır? 17-dən kiçik olmalıdır. İndi X ortaq tərəf olduğu üçün hər bir üçbucaqdır. Onda bu həllərin mən kəsişməsini tapacağım. Kəsişmə də nə olacaq? 3, 17 olacaq. Bizə deyir, X-in ala biləcəyi natural qiymətlərin sayını tap. Onu da necə tapırıq? 17-dən 3-ü çıxırıq, bir də 1-i çıxırıq say tapanda. O da bizə nəyi verir? 13. Cavab olur 13. Vəssalam. Sağ olun.